Salih qayanın yanına gəlib namaz qıldı və Rəbbinə dua etdi. Birdən qayanın doğum sancısı çəkən qadınlar kimi sancı çəkdiyini gördülər. Ardınca qaya yarıldı. Oradan bir dişi dəvə çıxdı. Səmudlular bunu öz gözləri ilə gördülər. Sonra da həmin dəvə özü boyda bir erkək bala doğdu. Bunu görən Səmud qövmünü başçılarından biri və bəzi insanlar Salihə iman etdilər. Salih üzünü insanlara tutub dedi: Ey insanlar, bu Allahın bizə göstərdiyi bir möcüzədir. Siz istəyiniz üçün Allah onu yaratdı. Bu dəvə yer üzündə Allahın verdiyi sudan içəcək və otdan yeyəcək. Quyudan bir gün sizin heyvanlarınız, bir gündə bu dəvə su içəcək. Dəvə digərlərindən çox böyük idi. Bir gün heç su içmir, o biri gün isə quyudan çıxan suyu içirdi. O qədər süd verirdi ki, inananlar, bu Allahın bizə bir hədiyyəsidir, deyirdilər. Onlar heç əvvəllər belə bol süd verən dəvə görməmişdilər.